Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Sual verilir ki, Peygamber sallallahu aleyhi ve sellem Allah'ın kitabından okunan her harfe 10 savab olduğunu deyir. Bunu Ərəb dilini bilən, oxuduğunu anlayan sahabeye deyirdi. Çoxumuz Ərəb dilini bilmirik, oxuduğumuzu anlamırıq, bizə də bu 10 savab verilirmi? Belə bir sual Şeyx İbn Hüseymin rahimehullah verilir. Deyilir ki, Udavim ala qiraatil Kur'an lakinneni la afhamu ma'anih. Fəhəl uthabu minallahi ala zalik. Mən davamlı şəkildə Kur'anı oxuyuram, lakin mənalarını başa düşmürəm. Və buna görə Allah Teala tərəfindən mənə savab verilirmi? Və şeyx buyurur ki, Elhamdülillah, El-Quranul Kerim mübarək. Quran-Kerim, yəni Allahın kitabı, mübarək bir kitabıdır. Necə ki, Allah Teala Sad surəsi 29-cu ayədə buyurur, Kitabun ənzəlnəhu ileykə mübarəkun liyyəddəbbəru əyətihi və liyyətəzəkkərə ulul əlbəb. Bizim sənə nazil etdiyimiz bu kitab mübarək bir kitabdır. Onun ayələrini tədəbbür etsinlər deyə və ağıl sahibləri ibrət alsınlar deyə nazil etmişik. Yəni, insan oxuduğuna görə savab qazanır. Mənasını başa düşsə də, düşməsə də. وَلَكِنْ لَا يَنْبَغِ لِلْمُؤْمِنِ أَنْ يَقْرَأَ دُونَ أَنْ يَسْعَى لِأَنْ يَفْهَمَ مَعْنَهِ. Və şeyx buyurur ki, lakin möminə yaraşmaz ki, mənasını anlamağa səy etmədən oxumağını davam etdirsin. Əgər bir insan təbabəti öyrənmək istəyirsə, məsələn, tibb kitablarını oxuyur, oxuduğu kitablardan faydalanması mümkün deyil, mənasını başa düşmədikcə və ona şərh olunmadıqca. Və insan hərisdir, çalışır ki, mənasını başa düşsün və onu tətbiq etmək üçün. Belə olduğu halda Allahın kitabı necə tərk oluna bilər? Hansı ki, Allahın kitabı sinələrdə olana şəfa, möminlər üçün bir nəsihətdir. Necə insan Allahın kitabını tədəbbür etmədən, mənasını anlamadan, başa düşmədən oxusun. Və buna görə sahabələr 10 ayə oxuyardılar və orada olanı öyrənmədikcə və əməl etmədikcə başqasına keçməzdilər. Və insan savab qazanır Quranı oxuduğuna görə və mənasını anlasa da, anlamasa da, lakin həris olmalıdır, mənasını anlamağa çalışmalı və bu mənaları da elminə və əmanətinə bel bağladı, güvəndiyi alimlərdən götürməli. Əgər bu mümkün olmasa, təfsir kitablarına qayıtmalıdır. İbn Cəririn, İbn Cərir Təbərinin, İbn Kəsir və digər səhih təfsirlərə qayıtmalıdır. İxlasla.com saytı tərəfindən təqdim olundu.